İsmayıl rayonunun Cülyan kəndinə son illər maraq xeyli artıb. Turizm bölgəsi olan kənddə istirahət məqsədi ilə çoxlu qonaqlar gəlir. Lakin qonaqların sayı artdıqca kənd sakinlərinin rahatlığı pozulur. Ərazidə yeni evlərin tikilməsi və həmin evlərdə yaşayan qonaqların tullantıları ətraf mühitə atması kənddə antisanitar vəziyyət yaradıb. Sakinlərin sözlərinə görə bura gələn bəzi qonaqlar əllərində olan zibili çay kənarına, kol-kosun arasına ataraq ərazini zibiliyə çevirirlər. Bələdiyyə tərəfindən dəfələrlə təmizlənmə işləri aparılsa da, qısa müddətdən sonra vəziyyət yenidən əvvəlki halına qayıdır. Mən istəyirəm ki, bu həmişə belə olmasıdır. Ev sahibinə də olsa danışmaq lazımdır ki, özü demək lazımdır. Mağlı biz demək lazımdır ki, bu bəlbaş gündədir. Biz neçə ildir mən bu bəlbaş bunu görənəm, əsərləşəm bu dəqiqə mən. Bu xahiş edirəm ki, bizə kömək edəsin ki, bu insanlar bu zibili atmasınlar bura. Mən istəyirəm ki, bu ərazi təmiz, həm təqəzzülqəq olsun, həm də təmiz olsun. Qardaş, başva dönüm, gəlib gedənlərdir. Kimsə kvartiran saxlayır, kirayə deyək də bir Azərbaycanda. Gəlirlər, keçən atır bu kəndə. Çayın içinə, bax çaydır, indi sudur, içməli sudur, hamısı zibilənir gedir. Bu nə qayra biz bilmirik nəyə. Kimlər atır bax bu zibili? Əsasən ev yerlərinin günahıdır da. Ev yer, sən gətirib saxlayırsansa bunu cəmaatı burada. Heç olmasa zibili özün aparmasın da harasa. Kənd sakinləri hara atır? Kənd sakinlərinin özünün adlarının yeri var, ora atırlar. Bunlar ancaq gələn qonaqlar. Gələn qonaqların çoxu vallahi ya tikinti tikirlər, bax gətirib atırlar. Ha nə qədər bu əlləşmək olar, nə qədər ayıbdır Allahın olsun. Vallahi ayıbdır. Qardaş, bu qədər evlər tikilir. Deyə orada da var, burada da var. Allah işlərini avam eləsin. Bahalı yerdir, tikirlər, turizm zonu. Ancaq bir şey də var ki, indi tikirsiniz, heç olmasa öz zibilinizi özünüz bir görün har atırsınız da. Nə oldu material alıb gətirəndə pul verirsiniz. İndi zibilinizi atmazsa pulunuz satmır. Burada çox binalar tikilir orada. Ona görə də yəni yoldan oradan çıxan zibili gətirirlər, bura tökürlər. Bu da gözəl kəndin gözəlliyin yəni yoxa çıxardırlar. Hər gələnlər deyirlər bura zibillidir, olmaz belə. İsmayıl bələdiyyəsindən verilən məlumata görə Cülyan kəndinə səfər edən qonaqlar istirahət etdikdən sonra istifadə etdikləri ərzaq, gündəlik təbabat və sair məhsulların tullantılarını olduqları ərazidə buraxıb gedir və ya yaxınlıqdan keçən çay hövzəsinə atırlar. Əraziyə cavabdeh qurumlar İsmayıllı bələdiyyəsi, Cülyan nümayəndəliyi və kənd aktivləri mütəmadi olaraq ərazini təmizləməyə çalışırlar. Kənd sakinləri aidiyyatı qurumlara çağırış edirlər ki, problemin həlli üçün tədbirlər görülsün, əraziyə nəzarət gücləndirilsin. Rafiq Həsənov, Elçin Məlikov, Bugün İnformasiya proqramı üçün.